İlham Əliyev, xalq ayaqlanır. Kanalizasiya qutularını Hacı Balıya yığışdırdın. Elə bildin ki, kanalizasiya qutusu tapılmayacaq səni ora basmağa. İndi ki, ard-ardı 2 dəfə şəhər suyu da apardı. Ay qısqanılan, ay özünü Avropaya tay tutan tula. Ha, sən heç kimsən, heç sən nəsən ki, səni daha kimsə qısqansın, sənin surətli irəliləməyini qısqansın. Sən ancaq surətli irəliləməyin zalımlıq və diktatorluqdan başqa heç nə deyil. Yəni, xalq öcü ayaqlanır, xalq qalxacaq, öz haqqını tələb eləyəcək. Xalq səni Azərbaycandan sürgün eləyəcək. Yəni, narahat olma, tələsmə, görəcəksən. Hüquqi müstəvidə xalq öcü öz haqqını tələb eləyir, qalxacaq. Gördü, başa düşmürsən, necə ki, Allah bəla göndərdi, şəhəri suyu da apardı. Bu bəla deyil da, bu nur idi, yağırdı. Sadəcə siz onu bəlaya göndərdiniz. Kanalizasiya qutularını yığışdırmaqla. İndi də narahat olma, o yığışdırdığın kimi xalq ayağa qalxacaq, hüquqi müstəvidə. Başa düşməyəcəksən, səni başqa cür elə sürgünlə yola salacaq. Necə ki, sel yuda apardı və o cürlə. Yəni, tələsmə az qalıbdır. Xalq qalxır ayağa, xalq öz haqlarını tələb eləyir. Yəni, oyanış var. Necə ki, sənə diktator dedizdirdik burada Avropaya. Narahat olma, elə sənin adın odur, adıva yaraşanı da dedizdirdik. Davamı da gələcək, sənə mən yenə deyirəm, bu xəbərdarlıqların, yəni sonuncu xəbərdarlıqlardır ki, sənə çatmır. Yəni, bunun axırı pis olacaq. Ya sakitcənə ölkəni tərk elə, ya da ki, qal özün bilərsən, özün olacaqlara şahid olacaqsan ki, xalq səndən necə qisasını alır. Yəni, nə cür qisasını alır, necə ki, sən bu siyasi məhbuslara, sən ki, Tərtərdə 1767 əskərə, 2-ci Qarabağ döyüşçülərinin 110-dan yuxarı qazisini özünü yandırdı, şəhid ailələrinin gözünə qaz sırtdırdın, dubinka ilə döydürdün, şəhid uşaqları ac qalıb, şəhid ailələri ac qalıb, xalq olaraq az qalıbdır. Yəni, bu mütləq şəkildə bu şeylər səni hamısı qarşılayır, qarşılayacaq da. Mən buradan yenə səslənirəm, əziz xalqım, qorxmayın, qalxın ayağa öz haqlarınızı tələb edin. Bunlar başa düşməyəcək, narahat olmayın. Başqa yolu da var. Onların istədiyi yolla biz tələbimizi irəli sürəcəyik. Hələ ki, bunların konstitusiyası ilə, öz dilləri ilə biz haqqımızı istəyirik. Dəfələrlə vurğuluyuruq ki, sonra kimlərin səlində bəhanə olmasın ki, hüquq dili ilə siz haqq tələb eləmədiniz, keçdiniz başqa yollara əl atdınız. Yəni, hələ ki, hüquq dili ilə biz haqqımızı istəyirik. Yəni, bu birisi məsələlərdəki sonraki proseslərdir ki, çox yaxında baş verəcək. İlham Əliyev özünə yığışmasa, istefa verib ölkəni tərk eləməsə, mütləq şəkildə. Eşq olsun Azərbaycan xalqına.